Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün mürəbbə suyundan pambıq kimi yumuşaq, miksersiz, dadlı, ləzzətli piroq hazırlayacağım. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 cimdik duz, eləcə də 1 ədəd vanilin əlavə edib çırpıcı ilə qarışdırıram. Qeyd edim ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Üzərinə 1 stəkan mürəbbə suyu tökürəm. Hər hansı bir mürəbbənin suyundan istifadə edə bilərsiniz. Yarım stəkan duru yağ. Eləcə də 1 stəkan qatığın üzərinə bir dolu olmayan çay qaşığı soda töküb qarışdırıram. Və onu da ərzaqların üzərinə əlavə edirəm. Bir ədəd limonun qabığını rəndədən keçirirəm. Limon qabığını portağal və yaxud da mandarin qabığı ilə də əvəz edə bilərsiniz. Sonda isə unu tökürəm. Bu xəmir üçün 200 ml stəkanla 2 stəkan yarım undan istifadə etdim. Unu az-az əlavə edib çırpıcı ilə qarışdırıram. Soba listini duru yağla yağlayıram. Piroq soba listinə yapışmasın deyə üzərinə manna tökürəm. Belə bir qatılıqda xəmirimiz alınır. Xəmiri soba listinin içərisinə əlavə edirəm. Xəmiri hər tərəfinə gələcək şəkildə bərabər qaydada yayıram. Üzərinə isə üyüdülmüş qoz ləpəsi tökürəm. Küncüt də əlavə edə bilərsiniz. Daha sonra piroqu əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Gördüyünüz kimi artıq mənim piroqum bişib hazırdır. Soyuduqdan sonra isə kəsirəm. Yumuşaq, dadlı, ləzzətli, ətirli piroq alınır. Hamının evində mürəbbə şirəsi olur. Meyvələri yeyildikdə şirəsi artıq qalır. Artıq qalan şirəni beləcə piroq hazırlaya bilərsiniz. Piroqun üzərinə zövqə görə damla şokolad da tökmək olar. Kəsdiyim piroqu ayrıca bir qabın içərisinə yığıram. Sonda piroqun üzərinə qatlaşdırılmış süd tökürəm. Zövqə görə, istəyə görə müxtəlif formada yeyə bilərsiniz. Sadə də yemək olar. Şokolad yağı ilə də, qaynadılmış, qatlaşdırılmış südlə də süfrəyə təqdim edə bilərsiniz. İnanın xanımlar, çox ləzzətli, ətirli, yumuşaq piroq alınır. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.